Hər il bayram ərəfəsində qida zəhərlənmələri ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayında artım müşahidə olunur. Bu rəqəm 2023-cü il dekabr-yanvar ayında 18351 nəfər idisə, 2024-cü ildən 2025-ci ilə keçən zaman 39881 nəfər olub. Görünən odur ki, ildən ilə rəqəmlər demək olar ki, 2 qat artır. Çağırışların əsasən arterial təzyiqin yüksəlməsi, travmalar, kardioloji respirator xəstəliklər səbəbindən dolayı olduğu vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, bayram vaxtı nizamsız qidalanma bu kimi problemlərin yaranmasına gətirib çıxara bilər. İstər arterial təzyiqin yüksəlməsi, istər şəkərin yüksəlməsi, ürək-qan-damar sistemi xəstəlikləri, aritmiyaların artması, mədə-bağırsaq sistemi problemləri bu dönəmlər daha çox olur. Bunun da səbəbləri bir səbəbdən deyil, bir çox səbəbdən asılıdır. Bunların başında qidalanma durur. Xüsusən də həddindən artıq bayram günlərində kalorili qidaların qəbul olunması, həddindən artıq yağlı yeməklərin istifadəsi, şirin və yaxud da duzlu qidaların həddindən artıq qəbul olunması və yemək proporsiyalarının həddindən artıq çox olması bu mədə-bağırsaq sıntılarına gətirib çıxarda bilər. Mütəxəssislər məsləhət görürlər ki, yeni ildə məhsul alarkən onların keyfiyyətinə və təzə olub olmamasına diqqət etmək lazımdır. Qeyd olunur ki, bayram vaxtı ən çox zəhərlənmə halı ət məhsullarından qaynaqlanır. Bu səbəbdən doğru seçim etmək vətəndaşları təhlükədən sığortalaya bilər. Süfrədə ikinci qida olaraq salatların istifadəsi risk qrupuna aiddir. Mayonez kimi mədə qıcıqlandırıcı qidalardan az istifadə etmək tövsiyə olunur. Əlavə olaraq turşularla da qidalanarkən diqqətli olmaq lazımdır. İstifadə edilən zaman suyunun rəngində bulanıqlıq olmamasına fikir vermək şərtdir. Bişirilən isti yeməklərin də risk qrupuna aid olduğu bildirilir.